Ambarda yanğın baş verib. Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən ambarlardan birində yanğın olub. Müvafiq qurumlar yanğın baş verən əraziyə gələrək operativ tədbirlər həyata keçiriblər. Paytaxtın Qaradağ rayon ərazisində yerləşən böyük ambarların birində yanğın hadisəsi qeydə alınıb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri, texnikaları və helikopterləri cəlb olunub. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Naziri General Polkovnik Kamaləddin Heydarov da gəlib. Yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin şəxsi heyəti cəlb edilib. Baş vermiş yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Ümumilikdə 190 nəfər şəxsi heyət, 40-a yaxın müxtəlif təyinatlı xilasetmə, yanğın texnikaları cəlb olunmuşdur. Eləcə də yanğının söndürülməsi üçün 2 ədəd helikopter yanğın söndürülməsində iştirak etmişdir. Yanğına bitişik olan digər ambar yanğından tam olaraq mühafizə olunubdur. Hazırda yanğın baş verən ambarın daxilində söndürülmə işləri əməkdaşlar tərəfindən həyata keçirilir. Hadisəyə səbəb hal-hazırda bununla bağlı heç bir məlumat verə bilməyəcəyik. Çünki bildiyiniz kimi hadisə yerində müəyyən yoldaşlar, mütəxəssislər işləməlidir. Bununla bağlı yəqin ki, tam məlumat araşdırılandan sonra sizə veriləcək. Yanğınla bağlı Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzi də məlumat yayıb. Məlumatda qeyd olunub ki, gecə saat 01:20 radələrində sözügedən çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğın söndürmə qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri operativ tədbirlər görülür. Qeyd edək ki, yanan ambarda bir neçə şirkətə və sahibkarlara məxsus mallar saxlanılırmış. Elbrus Kərimli, Kamran Mirzəyev, Xəzər xəbər.